Vəfaya evi heç kim alıb verməyib. Famir Vəfaya evləri alıb verməyib. Bunu mən sizə deyirəm. Şəbnəm özü üçün Qardaş, bir bizə biznes kim qurur, alıb verir həyat ki? yoldaşı var. Onlarla Ay bir qardaş. büdcədə ev var. Hamı yazıb ki, qardaş. 10 dənə ev aldırıb ona, nə bilim, ay balam, heç kim ev almayıb. Tolik, Əmin mənə olun bax, bundan, mən elə bax bu deyirəm. danışığımız yazılır, gündəm olur. Olsun Bunu da. məncə heç danışmıyıq da. Şəbnəm bugün özünə 10 dənə ev ala bilər, 20 dənə də ala Yo, bilər. Ev almaq nə biləm şey? Mənə heç kim ev ala bilməz. Mənim 10 dənə evim zadım yoxdur. Nəyim var özümə qismət. Alıb 20 nəyim dənə var- olsun, istəməyən kim olsun. Mənə bugün, Burada nə var ki? bugün heç bir kişi kimliyindən asılı olmayaraq deyə bilməz ki, mən Şəbnəmə bu evi aldım. Heç kim deyə bilməz onu, heç kim. Çünki mən əziyyətimlə, Düz deyir. öz Yox, mən zülümümlə, bilirəm də. çöllərdə, toylarda, əziyyətlə maşınlarımı da özüm almışam, evlərimi də özüm almışam. Heç bir kişi deyə bilməz bunu. Əgər bir kişi gəlib deyə bilərsə Şəbnəmə bu evi almışam, kişidirsə gəlsin desin. Mənim əsəbləşdiyim həmişə budur ki, bir sənətçiyə niyə deyirlər ki, bunu kişi elədi? Ay sağ ol. Ay kişi, Bir mən müğənni özüm ki, 100 bütün gün kişiyə işləyir. dəyərəm. Mən özüm